Salam, hörmətli izləyicilər, bizi xoş gördük. Keçən təlimdən xatırladığınız kimi biz bir məlumat bazası üzərində çalışırdıq. O məlumat bazası deməli evlərin kvadrat futu ilə qiymətləri arasındakı bir əlaqəliliyi axtarmağa çalışırdıq və orada ümumilikdə 10 ev üzərindən bir Amerika Birləşmiş Ştatlarında deməli daşınmaz əmlak bazarından 10 evin qiymətinin kvadratının qiymətinə təsiri haqqında bir analiz edirdik, reqressiya modeli qururduq. Əlbəttə ki, bu modeli biz həm deməli riyazi qaydada qurmağa çalışdıq, həmçinin onun deməli matrislər üsulunu qurmağa çalışdıq, həmçinin Excel, ev100 proqram təminatında, həmçinin də Pythonda qurmağa çalışdıq. Hər üçündə keçərlidir bildiyiniz kimi, lakin zamanla mən yəni üstünlük verdiyim, yəni bəzən görürsünüz ev100 olur, bəzən Excel olur, bəzən ehtiyac olmur, yəni heç ev100-ə. Bəzən də görürsünüz ki, daha böyük məlumat bazasının analizini həyata keçirmək üçün də Python proqram təminatını istifadə edirəm. Burada gördüyünüz kimi bizim aldığımız nəticə deməli ev qiymətlərinin evin kvadratına təsiri ilə bağlı belə bir model əldə etmişik. Yəni modelimiz evin qiymətlərinin evin kvadratının təsiri ilə əlaqədar bir model ortaya çıxmışdır. Bu modelə baxsaq, burada görəcəyik ki, deməli bizim modeli, yəni proqnoz model yəni koefisiyentləri beta 0 və beta 1 koefisiyent, yəni biz əgər modelimizi bu formada təsəvvür ediriksə, y bərabərdir, y kəp bərabərdir, beta 0 üstə gəlsin, beta 1 vurulsun x. Yəni burada beta 0 OLS, həmçində beta 1 OLS qiymətindən söhbət gedir. Beta 0 qiyməti, yəni bu intercepti ifadə edir. Yəni əgər evin kvadratı 0 olarsa, evin qiyməti yəni 98.248 dollar olacaq və evin hər bir kvadrat qiyməti artdıqca evin qiymətinə müəyyən qədər təsir edir. Bunun bu göstəricini əldə etmişik biz, yəni Excel proqram təminatı vasitəsilə və burada gördüyünüz kimi deməli bu nəticə burada çıxır. Yəni bir nəticələri araşdırmağa çalışaq. İlkin olaraq, yəni dediyimiz kimi evin deməli buradakı yəni ev qiymətlərinin proqnoz modelində burada gördüyümüz beta 0 koefisiyenti budur. Yəni bu evin bir başlanğıc qiyməti. Yəni evin kvadratı 0 olarsa, yəni 0 olarsa evin qiyməti nə olacaq? 98.248 dollardan başlayacaq. Və evin və 0-dan 100.000-də 10.977 qiyməti bu qiymətisi. Bunun nəyini bildirir? Yəni x-ə nəzərən, yəni ki, məsələn, belə bir xətt buradan çəkəsi olsaq, yəni belə bir xətt çəksək, bu x-ə nəzərən bunun bucağını göstərir. Yəni, üzr istəyirəm, bunu belə çəkə bilərik biz. Bunun bucağını buradan ifadə edir. Bu bucağı ifadə edir, yəni slope. Buna adlandırırıq. Bəli, indi gəlin bir-bir bunların üzərindən keçməyə çalışaq. Deməli, beta 0 qiyməti, yəni bu estimated average value, yəni belə deyək də, y-in deməli qiymətinin, tapılmış qiymətinin bir ortalama qiymətidir. Yəni əlbəttə ki, yəni bu qiymət, yəni OLS-in estimated qiyməti bunun civarında dəyişə də bilər. Nə ölçüdə dəyişəcəm, onu da sizə göstərəcəm. Yəni necə olması olmalıdır, onu da ifadə edəcəm. Yəni confidence interval vasitəsilə. Və burada göstəririk ki, yəni əgər evin kvadratı, yəni 0 olarsa, yəni bu hissə 0-a dönüşür. Geri qalan hissə bu olacaq. Yəni evin qiyməti olacaq 98.248. Burada vacib məqamlardan biri ondan ibarətdir ki, siz deməli hər hansı bir sahə haqqında bilikləriniz olduqda, deməli bir model qurduqda o sahə haqqında bir bilikləriniz olması vacibdir. Deyək ki, məsələn, əgər yəni bu çox açıq aydın bir model olduğu üçün biz buradan bilirik ki, evin kvadratı heç vaxt 0 ola bilməz. Yəni evin kvadratı müəyyən bir kvadraturadan başlayır. Ən azından deyək ki, məsələn bir 100-150 square feet belə deyək də, bu yəni 10, 15, 20 kvadrat, yəni 30 kvadrat evlərdən başlayır. Yəni üzü yuxarı gedir. Ona görə yəni bu belə deyək də, bu qiymətin bir praktiki əhəmiyyəti yoxdur. Praktiki əhəmiyyətin olmaması ilə bağlı bir digər bir misal verməyə çalışaram mən indi. Demək, təsəvvür edin ki, bizim əlimizdə mən bunu bu formada belə deyək də, çəkməyə çalışacağım burada. Deməli, gəlin bunu bir refresh eləyək. Demək, okey. Deyək ki, məsələn, siz bir model qurmuşsunuz. Deyək ki, insanların təhsil
təhsilləri ilə onların deməli təhsillərin onların elə bil ki maaşları arasında salary, təhsil də olacaq wage. Daha doğrusu üzr istəyirəm, education, okay? Education, edu və belə deyək də salary, okay? Bunun adını belə ola bilər, salary. Deyək ki, məsələn, insanların müxtəlif təhsilləri var. Deyək ki, məsələn, insanlar birinci sinifdən başlayaraq tutam ki, məsələn, ən yüksək aldıqları, deyək ki, məsələn, təhsil hansılar var? Məsələn, deyək ki, bu 1, deyək ki, məsələn, 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20 və s. 22 və s. Və təsəvvür edin ki, şəxsin aldığı təhsillərə görə o data bir paylanması var burada. Demək, deyək ki, məsələn, deməli, maaş, yəni müxtəlif şəxslər var bu formada, belə bir deməli təhsilləri var. Bu formada təhsilləri var, belə bir təhsilləri var. Mən bunları çox da çəkməyə az belə yəni çəkirəm, göstərirəm ki, siz başa düşəsiniz. Yəni müxtəlif belə bu formada datalar var. Bu formada, yəni belə bir şey, insanların təhsilləri və onların deməli təhsilin onların maaşı arasında bir əlaqə. Deyək ki, məsələn, biz reqressiya modeli qurmuşuq. Deyək ki, məsələn, bu formada bir reqressiya modelidir. Bu reqressiya modelinin göstəricisi bu formadadır. Y bərabərdir, yəni ümumiyyətlə, yəni belə deyək də, salary bərabərdir, yəni estimated salary bərabərdir. 290 üstə gəlsin, deyək ki, məsələn, 50 vurulsun, daha asan olsun deyənə edu. Okay, belə bu formada edu. Belə bir model qurmuşuq biz, belə bir model qurmuşuq. Yəni üstündə cap işarəsini çəkməklə onu demək istəyirəm ki, yəni bu estimated qiymətlərdir, yəni OLS qiymətlərdir. İlkin olaraq bir şey dərk etmək lazımdır ki, domen bilikləri burada vacibdir. Mən hər dəfə təlimlərimdə də qeyd edirəm ki, domenə baxmaq vacibdir. Deyək ki, ilkin olaraq bu model, yəni nə qədər əhəmiyyətlidir? Biz məsələn özümüzə sual versək ki, bu modeli biz tam yəni proqnoz olaraq istifadə edə bilərikmi? Əlbəttə ki, yox. Niyə? Çünki baxın, burada əgər insanın təhsili sıfıra bərabərdirsə, bir şəxsin təhsili sıfıra bərabərdirsə, onun minimum əmək haqqı nə qədər olacaq? Muzlu şəxslərdən söhbət gedir, 290 manat. Lakin biz bilirik ki, qanunvericiliyə görə bizdə artıq yəni 400 manat minimum əmək haqqıdır. 400 manat minimum əmək haqqı müqabilində yəni bu qiymət doğru qiymət deyil. Deyək ki, məsələn, biz bu qiyməti düzəltdik, aldıq belə bir qiymət. Yəni, yeni datadan bu formada bir qiymət almışıq. Yəni, deyək ki, məsələn, 420 manat üstə gəlsin, 50 vurulsun, edu. Okay, belə bir qiymətdir. Okay, belə bir model. Yəni, bu modeli işə yaramadı. Yəni, belə bir model alınır. Yəni, doğru model budur. Tamam, bu hissə doğrudur. Və mən sizə deyirəm ki, bir insanın, deyək ki, məsələn, 8 il təhsili var. Yəni, 8 il təhsili var. 8 il təhsili olan şəxs üçün bu modelin proqnozunu necə quracaq? Deməli, insanın əgər 8 il təhsili varsa, onda bərabərdir. Yəni, maaşı nə qədər olacaq? 420 üstə gəlsin, 50 vurulsun, 8. Tamam, burada olacaq bizdə 820 manat maaş olacaq burada. Səhv etmirəmsə belədir. Baxın, bu doğru bir yəni proqnozdurmu? Əlbəttə ki, xeyr. Yenə də biz nəyə baxırıq? Domenə baxmalı oluruq. Domendə biz nəyi bilirik? Biz bilirik ki, Azərbaycan qanunvericiliyinə görə, mən bunu hal-hazırda Azərbaycan qanunvericiliyinə görə yəni formalaşdırmağa çalışıram. Lakin siz məsələn deyək ki, başqa bir ölkənin datasını təhlil edirsinizsə, burada artıq yəni siz baxmalısınız ki, məsələn model o halda modeliniz necə olacaq? Okay? Yəni vacib olan məsələ budur. O halda modeliniz necə olacaq? Burada da deməli Azərbaycan Respublikasının təhsil haqqında qanununa görə 8 illik təhsil olmur. Yəni normalda bəli, əlbəttə ki, elə insan ola bilər ki, heç təhsil almayıb, bu da ola bilər. Amma bu çox o qədər azdır ki, yəni heç 0,1%-dir. Yəni onu yəni datadan saymaq doğru deyil. Yəni biz bildiyimiz kimi ən azından icbari təhsil 9 illikdir. Yəni 9 ildən yuxarı təhsil olur. Digər datalar üçün də bu keçərlidir. Hər halda mənim daha çox bununla bağlı biliklərim olduğu üçün və ki, məsələn, minimum əmək haqqı ilə bağlı, həmçində təhsillə bağlı biliklərim olduğu üçün mən burada bunu qeyd edə bilirəm. Yəni əgər siz hər hansı bir başqa bir datanı araşdırırsınızsa, orada da eyni qaydada domen biliklərinə fikir vermək lazımdır. Ona görə mən bu hissəni qeyd edərkən yəni diqqətli olmaq lazımdır ki, siz modeli qurdunuz, model yəni doğru olmaya bilər. Yəni konkret olaraq yəni tamam yəni birazdan sizə izah edəcəm nəticələrə görə
doğru adlandıra bilərsiniz, amma doğru olmaya bilər bu. Ona görə bu hissədə diqqətli olmaq lazımdır. Çünki siz müəyyən bir obyekt haqqında fikir bildirirsiniz. Okay. Və bunu aydın oldu. İkinci hissəsi nədir? Bu beta 1 koeffisiyenti, yəni slope deməkdir bu. Baxın, estimate the change in the average value of y as a result of one increase in x. Yəni x-də bir vahid dəyişmənin y-ə bir təsirini göstərir burada. Əlbəttə ki, yəni evin qiymətləri 1000 dollarlarla ölçüldüyü üçün bunu bir də 1000 dollara vurmaq lazımdır. Burada artıq nə olacaq? Deyək ki, məsələn, əgər sizin evin kvadratdır ki, məsələn, müəyyən bir kvadrat dəyişirsə, bir kvadrat foot dəyişirsə, onda evin qiyməti ortalama 109-dan 177 dollar artacaq. Okay? Bu da yəni beta 1 koeffisiyentinin əhəmiyyəti qiyməti idi. Okay? Deyək ki, məsələn, sizə bir evin bu proqnoza uyğun olaraq sizə bir evin qiyməti verilir, kvadratı verilir, yəni 2000 kvadrat, yəni 11-ci bir ev. Siz o 10 deməli evin qiymətləri və kvadratlarının əsasında qurduğunuz modelə uyğun olaraq qiyməti proqnozlaşdırmaq istəyirsinizsə, əlbəttə ki, yəni burada çox rahat şəkildə yəni qiyməti bura yəni plug eləyirsiniz, yəni bu funksiyaya, yəni 2000-i görürsüz, qoyduq, yəni bu square fit nə idi? Biz bunun üçün qiymət veririk. Qoyuruq, yəni hesablayırıq nə qədərdir? 317.850 dollar. Bunun nəyi oldu? Qiyməti oldu. Okay. Belə, demək, burada digər vacib olan məqamlardan biri nədir? Ümumiyyətlə, yəni xətti reqressiya modeli olsun, qeyri-xətti reqressiya modeli, çox ölçülü reqressiya modeli və s. və daxil fərq etmir. Burada sizin diqqət yetirməyə məsələlərdən biri interpolyasiya məsələsidir. Interpolyasiya məsələsi nə deməkdir? Əgər siz müəyyən bir intervalda bir data əldə etmişsinizsə, sizin bir müəyyən bir intervalda datanız var. Bilirsiniz ki, məsələn, dataya baxsanız, evin qiymətləri başlayır, yəni 1000, daha sonra kvadratı 1000 kvadratdan, 1000 kvadrat futdan bitir 2500 kvadratda. Və siz bu kvadratdan kiçik, həmçinin də yəni bu kvadratdan böyük, bu intervaldan kənarda olan evlərin qiymətini proqnozlaşdıra bilməzsiniz bu modellə. Çünki sizin modeliniz bu data əsasında proqnozlaşdırılır. Bu bilirsiniz nəyə oxşayır? Yəni təsəvvür edin ki, siz bir model qurmusunuz. Azərbaycandakı əhalinin, deyək ki, məsələn, belə götürək də, deməli, boyunun onların çəkisinə təsiri, belə bir model, yəni Y, yəni sizdə çəkidir, X isə sizdə boydur, yəni boy artdıqca insanın çəkisi artır bu formada. Siz bir model qurmuşsunuz insanlar üçün və həmin modeli götürürsünüz, deyirsiniz ki, biz nə var? Bir Norveçli var, Norveçlinin boyunu götürüb bura, yəni deməli, bu funksiyaya plug eləyirik və o Norveçlinin çəkisi barədə biz bir proqnoz veririk. Əlbəttə ki, bu doğru deyil, çünki siz modeli qurmusunuz Azərbaycan əhalisi üçün, amma proqnozu tətbiq etmək istəyirsiniz Norveç insanları üçün. Bu doğru deyil. Biz dediyimiz kimi bizim şimal insanlar daha çox hündür olurlar. Yəni o data ilə bu data arasında görürsüz fərq var. Yəni ona görə siz o modeli ora üçün qurmadığınız üçün bu doğru yəni ifadə verməyəcək. Okay. Burada yəni belə deyək də, deməli, diqqət yetirilməli məsələlərdən biri nədir? Sum of square of total, sum of square of residual, sum of square of error. Yəni bunlar nələrdir? Bu nəyi ifadə edir? Biz bildiyimiz kimi, yəni bizdə yəni müəyyən bir əgər keçən dərsdə də mən izah etmişdim. Əgər müəyyən bir sizin belə deyək, deyək ki, məsələn, gəlin mən bu formada yaratmağa çalışacağım. Deyək ki, bir dənə data götürürük. Əlbəttə ki, bunu keçən dəfə göstərmişdim də, yenə də göstərməyə çalışıram. Keçən dərsimizə göstərdiyimizə baxmayaraq. Deyək ki, məsələn, bizim bir x dəyişəni mən götürürəm, daha doğrusu y dəyişəni götürürəm. Bunu burada götürürəm. Burada bir data kimi götürürəm. Bu y dəyişənidir. Əlbəttə ki, y dəyişənlərdən buradan çoxdur. Birini götürürəm. Yəni, çoxlu sayda var, birini götürürəm. Bu y dəyişənlərinin, çoxlu sayda dəyişənin bir ortalama göstəricisi var. Ortalama göstəricisi buradan keçir. Tamam mı? Deyək ki, məsələn, buradan keçir. Mən bunu misal olaraq belə göstərirəm. Y orta. Əlbəttə ki, Y orta bir dəyərdir. Yəni, Y orta dəyərdir. Bunu yəni, vektora çevirmək üçün bir vektorunu vurub, yəni, normal bir qaydaya gətirmək lazımdır. Okay. Və bizim bir də proqnoz xətti modelimiz var. Deyək ki, məsələn, bu da bu formadadır. Yəni, belə bir proqnoz modelimiz var. Bizim formada gedir. Bu da Y cap modelimizdir. Əlbəttə ki, buradan yəni, bura qədər olan məsafə var. Yəni, biz bunu belə bölsək, yəni, deyək ki, Y-dən Y ortaya qədər olan məsafə bizdə o nə adlanır? Total
sum of squares adlanır. Yəni onu adlanır total sum of squares. Yəni SST, yəni ya da ki TSS fərqi yoxdur. Nəyə bərabərdir? Yəni bütün y-lərdən y ortaya qədər olan məsafə, yəni total variasiya, okey, kvadratları. Total variasiya, yəni buradan bura qədər olan məsafədir. Yəni bu y ortaya qədər olan məsafədir. Əlbəttə ki, bu total variasiyadan biz y ortaya proqnoz y yoxdur. Nə qədər azalda bilirik? Nə qədər biz bunu azaltmağımız mümkündür? Amma bu hissəni mən belə bir xətlə ifadə edirəm. Buradan bura qədər olan hissə nədir bizdə? Y ortaya qədər olan məsafə. Daha y kəpdən, yəni proqnoz y-dən y ortaya qədər olan məsafədir bu hissədir. Bu izah edə biləcəyimiz hissədir. Bu adlanır nə? Sum of square of residual regression. Okay, dedik ki explain sum of square. Bu nədir? Deməli, hər bir y kəpdən y ortaya qədər olan məsafə hansı ki biz bunu izah edə bilirik. Okay, bu izah edir. Bir də bizim izah edə bilməyəcəyimiz hissə var, dostlar. İzah edə bilməyəcəyimiz hissə buradan bura qədər olan məsafədir. Bu hissə bizdə nə adlanır? Bizdə bu buradan bura qədər olan məsafə error term adlanır. Error term. Biz də buna da adlandırırıq sum of square of error. Okay, errors, yəni residual sum of square adlana bilər. Cəm işarəsi hər bir y-dən y kəpə qədər olan məsafə, yəni proqnoz y-ə qədər olan məsafə. Bu üçlü bizdə deməli, yəni real data üzərindən bu formada göstərir və biz dediyimiz kimi, yəni əgər biz bunu vektorial bazda təsəvvür etməyə çalışırıqsa, bizim y-imiz var. Yəni bir y vektorumuz var. Bu y vektoru əsasında bizim real y-lərimiz əmələ gəlir. Bu real y-lərdir. Və bizim bir də y ortamız var. Bu orta y-dir. Yəni bunu bir vektora vurub, yəni bir vektoruna vurub uzatmışıq. Biz bunu y bu formada bir vektoruna vurmuşuq. Okay? Belə bir şey. Və bir də bizim proqnoz y-imiz var. Proqnoz y-imə gəlin, mən bunu bu formada çəkməyə çalışıram. Bu proqnoz y-dir. Formada proqnoz y. Və bu y real y-dir. Real y-dir bu. Formada real y-dir. Bu da proqnoz y-dir. Okay. Deməli, real y-dən y deməli ortaya qədər olması bu bizim total sum of square-dir, yəni adlanır. Total variasiya adlanır. Yəni bunu biraz fərqli rəngdə verəsi olsaq, deyək ki, məsələn, qırmızı rəngdə verəsi olsaq, bu bizim total variasiya adlanır. Və bizim izah edəcəyimiz hissə, izah edə biləcəyimiz hissə real y-dən y ortaya qədər olan məsafədir və buradan bura qədər olan məsafədir. Okay, buradan bura, hətta buna qədər olan məsafə kimi verə bilərik. Və bir də bizim izah edə bilməyəcəyimiz hissə var. Burada deməli izah edə bilməyəcəyimiz hissə var. İndi gəlin buradan baxaq. Deməli bu hissə bizdə nə adlanır? Total sum of squares, yəni real y-in deməli variasiyasının riyazi gözləmə sətrinin variasiyası. Bu hissə bizdə proqnozdur. Yəni belə deyək də regression sum of square, belə daha üzr istəyirəm, estimated sum of square ya da ki explain sum of square, yəni izah olunan hissə. Əsas qalanda bu SSR də adlana bilər, sum of square regression da adlana bilər və s. Necə adlandırırsınız? Bu hissə isə bizdə nədir? Error hissədir, yəni izah edə bilməyəcəyimiz hissədir. Bu hissə adlanır RSS. Yəni RSS nə idi bizdə? Residual sum of square, yəni qalıqların hissəsi. Əlbəttə ki, yəni ümumi, yəni biz bunu model olaraq götürsək, yuxarıdakı, yəni nəyə bərabər, yuxarıdakı nəyə bərabər, aşağıdakının cəmini, ikisinin cəmini. Yəni bizdə deməli total sum of squares bərabərdir. Deməli explain sum of squares üstə gəlsin residual sum of squares. Okay, residual sum of squares. Bunu bilmək bizim nə işimizə yarayacaq? İndi ona baxırıq. Deməli bu hissələri izah etdim. Yəni deməli bizim izah edəcəyimiz hissə, izah etmədiyimiz bu bayaq bu 2D formatdadır. Orada isə izah etdiyim 3D formatda. Bu bizə nəyi ifadə edir? Bu bizə ümumi olaraq, yəni belə deyək də, belə deyək, bu hissədə ümumi olaraq bizim deməli x dəyişənimiz y-imizi nə qədər izah edir? Baxın, o dəyişəni bizə kömək eləyəcək, yəni öyrənməyə kömək eləyəcək. İndi mən deməli burada yəni dərsi dayandırmaq istəyirəm. Çünki bundan sonraki hissə, yəni bundan sonraki dərsimizdə biz deməli
deməli, determinasiya əmsalının izahı haqqında məlumat verəcəm. Yəni determinasiya əmsalı nədir? Ümumiyyətlə determinasiya əmsalı bir belə deyək də reqressiya dəyişənin o reqressiya analizində hansı əhəmiyyətə malikdir? Ümumiyyətlə bunu niyə istifadə edirik? Bunun haqqında mən biliklər verəcəm. Belə, bugünkü dərsimiz bura qədər. Növbəti dərsimizdə görüşəcəyik. Xoş mütaliələr. Sağ olun.